Biz gedirik bir yerə danışırıq, qulaq asmırlar, deyirik cəhənnəmə qulaq as. Özün gedəcəksən cəhənnəmə. Amma Həzrət Peyğəmbər gedirdi, o başına qoyunun qarnını tökən adamın qapısına, deyir, görmürəm 2 gündə, üstümə bir şey atmır. Deyir, xəstə düz olsa, deyir, ay Allah tez bazar eləsin. Əzraili tez gəlsin. Yaxşı, amma Həzrət deyir, görür, gedəyin olaraq. Ya Rəsulallah, bu 2 gündə bizim canımız onun tikanından, onun peynindən qutarır. Yox, gedək. Ona görə Allah Teala Peyğəmbərə Quranda neçə yerdə Allah bir neçə şeyə əzim deyir. Biri də Peyğəmbərin əxlaqı. İnnəkə lə'ələ xuliqin əzim. Dilsuz idi. Məsələn, İmam Hüseyin Əleyhisselam Ömər Sədin qapısına heç kim özünə sığışdırıb getməz. Kim gedər Ömər Sədin qapısına? Məsələn, bizim cəmiyyətdə, bizim kətdə, yaşadığımız qəsəbədə Ömər Səd kimi bir dənə adam olsa, heç kim özünə sığışdırıb onun qapısına getməz. Düz deyilir. Amma İmam Hüseyin Əleyhisselam başqa baxışdan baxırdı. Eşitdimsən yer üzündə bir adam uşağının adını Şümür qoya? Xeyr. Heç rast gəlməyir. İnşallah bundan da sonra qoyma. Heç kim özünə sığışdırmır ki, uşağının adını Şümür qoya. Onda qalmışdı onun qapısına gedir. Amma İmam Hüseyin gedirdi. Yəni bu başa düşürdü onun hidayətində nələr var. Və Allah bunları bizə nümunə kimi göstərir.